İslamın 5 rüknü olan həcc bu gündə əda edilir və Zilhiccənin ilk 10 günündə olur və dedik ki, dəyərli qardaşlar, həcc İslamın 5 əsas sütunlarından biridir və həccin fərz olması haqqında Quran-ı Kərimdə ayələr və hədislərlə sabitdir. Kim həccin fərz olduğunu inkar edərsə, Allah qorusun, dindən çıxmış olur. Baxın, Allahın hikmətindəndir ki, Allahın həcc etməsini əmr etdiyi yerdə, Kəbən olduğu yerdə, orada yaşıllıq yoxdur, orada dənizin kənarında yoxdur, gəzməli bir yer deyil. Lakin buna baxmayaraq insanlar Allahın əmrlərinə itaat edərək həccə gedirlər və orada çətin belə olsa o həcc ibadətini yerinə yetirməkdir. Dəyərli qardaşlar, Allah Azze ve Celle Quran-ı Kərimdə buyurur ki: "Velillahi alan-nasi haccul beyti men istata'a ilayhi sabila." Allah buyurur ki, ona yol tapıb gedə bilənlər üçün o evi həcc etməsi Allahın o insanlar üzərində bir haqqıdır. Allah buyurur ki Quranda: وَمَنْ كَفَرَ فَإِنَّ اللّٰهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ. Kim bunu inkar edersə, bilsin ki Allah Azze ve Celle alemlerden heç bir ehtiyacı yoktur, Allah zəngindir. Değerli kardeşler, bu günler əzəmətli günlerdir ve Müslümanlar çok tez eşitirik biz her il həz ayında, hacıların həccə getdiyi zaman eşitirik ki, bazı insanlar Müslümanların həccə getməməsini tövsiye edirlər və düşünürlər ki, bu mal itkisidir. Bu insanlar, değerli kardeşler, İslam'dan xəbər olan insanlar. Bu insanlar özlerine İslam'a nispət etsələr belə onlar Müslüman değiller. Qayda var ki, əleyqərədə bittəhəlli və leysə bittəsəmli, mühüm olan bir insanın halıdır, onun adlanması değil. Bir insan əgər İslam'daki bu fərz olan İslam'ın rükünlərinin biri olan həcci inkar edirsə, özlerine kadar Müslüman deyilsə, o Müslüman olmaz. Çünkü bu dinde zərbi bilinən bir şeydir. Bakın, bu insanlar o kadar səmimiyyətsiz insanlardılar ki, rəsmi statistikada göstərirlər ki, Azərbaycanda bir ildə alkohol içkilərinə və tütün məhsullarına 2 milyard 700 milyon manat xərclənir. Bunlar haqqında danışmırlar. Ancaq ildə bir dəfə Müslümanın ömründə bir dəfə ona fərz olan həcc mövsümü gəldiyi zaman onun haqqında cahil esində danışır.